Və bu dünyada da insanın qarşısında cəmi bir dənə vuruş var, bir dənə savaş var. Öylər deyiblər, hər kəs öz vicdanı ilə savaşmağı bacarsa, dünyada bir dənə də savaş olmaz. İmamlar deyiblər, insan öz nəfsi ilə müharibə aparsa, kamil insan olacaq. Bir nəfər özün düzəldə bildi mi? Bir nəfər xasiyyətin dəyişə bildi mi? Nə ki dəyişdi? Əksinə, mən bəzi insanları görürəm, deyir, mən tərs adamam. O tərsliyindən də fəxr eləyir. Və deyiblər, inanırıq dağ yerindən tərpənər, ancaq inanmırıq insanın xasiyyəti dəyişər. Dağ heç vaxt yerindən tərpənməz. Gör, misalı necə çəkiblər? Ancaq insan yəni özün dəyişə bilər. Göründü, özün dəyişən nə böyük qəhrəmandır. Pis adam idim, oldum yaxşı, nə gözəl. Qəhrəmanlıq budur. Və bir dənə bu sözü də məndən təhvil alın. Dünya yemək, geymək, cahid cəlal savaşında deyil. Dünyada bir dənə savaş var. Sona qədər insan qalmaq. Ömrümün sonuna qədər insan qalmaq. Sona qədər insan qala bildimmi? İnsanlığımı qoruyub saxlaya bildimmi? Adamı əsəbləşdirən olar, adamın haqqını kəsən olar, adama pislik eləyən olar. Sən neynədin? Bu qədər çətinliyin qabağında insan qala bildimmi? Sevgi hardadır? Sevgi ruhdadır. Bir nəfərin başı ağrasın, həmin vaxtı qapı açılsın, ən çox istədiyi adam girsin evə. O baş ağrı qalacaq orada. Yox, bəçetramon nədir? Və analqin nədir deməli, biz düz getməmişik. Sən sevgi ilə yaşasın, sənin heç bir dərdin, xəstəliyin olmayacaq. Xəstəliyi yaradan nədir? Nifrət, əsəb, stres. Bunun tibbi yolunda, ürfani yolunda mən əzbər bilirəm izah eləmək üçün. Rahat ruhda rahat bədən yaşayır. Rahat ruh bədəni rahat yaşadır. Odur ruha üstünlük vermək lazımdır. Sevgi ilə, məhəbbətlə yaşamağı bizə öyrədiblər. Bizə deyilməyib ki, evdə dedikodu olsun, söz-söhbət olsun, gəlin qaynanaya bir naz eləsin, qaynana gəlinə bir naz elə, bunu deyilməyib. Deyib, sevin bir-birisi, sevin. O yerdə əmin-amanlıq olacaq. Orada 5 manat, 500 manat qədər bərəkətli olacaq. O yer ki, orada sevgi var, məhəbbət var. Atanı ata yerinə qoyarlar. Hər nəyi axıra qədər saxlamağı biləsən. Bugün mənlə dostsan, mən də sənlə dostam. Ancaq bizim dostluğumuzun qiyməti harada veriləcək? Axırda. Əgər bu dostluğu saxlaya bilsək, bugün dindarsan, çox gözəl, hələ heç nə verilmir.